Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün noyabrın 19-udur və noyabrın 20-sinə olan hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat veririk ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə sabah hava yağmursuz olacaq, lakin səhər yarımadanın bəzi şəhər ətrafı ərazilərində az çiskinli olacağı ehtimal edilir və mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz isə 17-22 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın bölgələrinə gəlincə rayonlarda da hava əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz isə 17-21 dərəcə isti olacaq. Dağlarda isə gecə 1-5, gündüz isə 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır. Eyni zamanda qeyd edək ki, rayonlarda bəzi yerlərdə arabir duman olacaq və şərq küləyi üstünü təşkil edəcək.